Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzu tamam Azərbaycan daxilində qlobal səviyyədə olan və bəzi səviyyəsizləşən insanlar haqqında olacaq. İnanın, son günlər trenddə olan bəzi axmaq insanlar var, fahişələr və bir kiçik qeyri-etik olacaq petuxlar. Və təsəvvür edin, Instagram, TikTok və digər sosial platformalarda xüsusən görünməz profil adı altında 1000 hoqqa verən axmaq insanlar var. O dərəcədə iyrənc, mundar belə bir hal alıb ki, yəni baxırsan ki, tələbədir, amma şərəfsizdir. O kimi yuvanın quşu olan insanların belə deyək, qrupuna daxildir. Və nəticə etibarilə də Allah insana ağıl, şuur, əqidə verəndə kişiyə kişi, qadına qadın xislət verir. Demir ki, cinsiyyətini dəyiş, belə mundar insan ol. Biraz da qeyri-etik olsa, cındır insan ol. Və həyat fəlsəfəsində çox xahişdən kənar oldu. İnsan bilsiz nə açığı biraz ləzzət eləmir. Sənin biri var hormonlarına çatışmamazlığı ola, biri var ki, sən iyrənc olasan. Yəni həqiqətən o dərəcədə pis vəziyyətə gəlib ki, indi 2025-ci il artıq müasiri adı altında həyat fəlsəfəsi çox pis vəziyyətə düşüb. İndiki zamanda nə oğlan evlənməyə qız tapa bilmir, nə də qız evlənməyə oğlan tapa bilmir. Normal çərçivədə. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməzsə məlumat verə bilərlər.